vaxtınız xeyir olsun. Dövlət qulu imtahanlarında hər imtahan düşən tərəzi mövzusuna aid belə bir moment qaydasını izah edəcəm. Düzdür, moment qaydası bir o qədər də düşmür, amma hərdən bir imtahanlarda qarşımıza çıxır. Bu halda nə etməliyik? Yadımızda bir şeyi saxlayaq ki, bu tip suallarda kütlə vuraq məsafə prinsipindən istifadə olunur. Suala keçid alsaq, kütlə, sol tərəfdəki kütləni fikirləşsəm, kütləmiz F və 2. İkisi bir yerdən asılıblar. Bu o deməkdir ki, sol tərəfdəki kütləmizin cəmi olacaq, ikisi birlikdə olacaq F üstə gələ 2. Məsafəmizi isə dayağa nəzərən ölçürük. Dayaqdan başlayaraq ölçürəm. 1, 2, 3, 4. Deməli, bunu vuracam. Kütlə oldu F üstə gələ 2, bunu vuracam 4-ə. Bu bərabər olmalıdır sağ tərəfdən edilən təsirə. Sağ tərəfdən edilən təsiri hesablamaq istəsək, 5 və 7 ayrı-ayrı hissələrdən asılıblar. Məsələn, 5-in təsiri olacaq 5 vurulsun, 1, 2, 3, 4 və 7 də buna kömək edir deyə, yəni ikisi də bu istiqamətdə, bu tərəzini bu istiqamətdə əymək istəyirlər, yəni saat əqrəbi istiqamətində əymək istəyirlər deyə, bunların arasında toplamı olacaq. Toplamı olacaq, bəs 7-ni neçəyə vuracaq? Bax, diqqətli olun, burası çox önəmlidir. 7-ni çox vaxt tələbələr burada səhv edirlər. Buradan başlayaraq hesablayırlar 4. Amma bu tamamilə yanlışdır. Biz dayağa nəzərən fırlanmanı hesablayırıq. Məsafəni götürürük. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, burada da olacaq 7 vurulsun 8. Bu tənliyi sadələşdirmək istəsəm, hər tərəfini 4-ə bölərəm. O zaman burada qalacaq F üstə gələk 2 bərabərdir. Burada oldu 5 üstə gələk 7 vurulsun. Bunu 4-ə böldüyümüzə görə bu 8-i 2 qalıb. 7 dəfə 2-ni deyirlər 14. Aha, deməli burada belə bir ifadə alındı. F üstə gələk 2 bərabərdir 19. Neçənin üstə 2 gəlsən 19 elər. F də bərabərdir 17. Deməli cavabımız nə olacaq? C variantı.